Salam, hörmətli müəllimlər. Mən Mustafayeva Şölə, Təhsilli Araşdırma və İnkişaf Mərkəzində metodika üzrə təlimçi müəllim. Bugün sizə təlimin forma və modelləri mövzusunda 11-ci testi izah edəcəm. Gəlin suala keçək. Sorğu və araşdırma əsaslı təlim modeli ilə bağlı yanlış fikirləri müəyyən edin. Deməli, yanlış fikir tapmamız lazımdır. Cavabı keçməmişdən qabaq balaca bir məlumat vermək istəyirəm. Sorğu və araşdırma əsaslı öyrənmə şagirdlərin marağını cəlb eləməklə onların elmi məlumatları özlərini araşdırıb ortaya qoyması ilə nəticələnən bir təlim modelidir. Və burada mütləq şəkildə müəllim tədrisin əvvəlində maraqlı sualla başlamalıdır. Şagirdlər daha sonra araşdırmaya yönəlməlidirlər və sonda nəticəyə gəlib siniflə bir yerdə müzakirə etmələri lazımdır. Gəlin cavablara keçək. Təlimə başlayarkən mövzuya maraq oyatmaqda məqsəd şagirdlərin ilkin bilikləri ilə dərsin təlim nəticələri arasında əlaqə qurmasını təmin edib şagirdləri tədqiqata yönəltməkdir. Tamamilə doğru fikirdir. Niyə? Çünki biz dedik ki, sorğu və araşdırmanın ən vacib məqamlarından biri şagirdlərin diqqətini cəlb eləməkdir. Və daha sonra sual veririk. Şagirdlər də əvvəlki biliklərinə istinad edib müəyyən fərziyyələr irəli sürə bilərlər. Əsas məqam elə məhz buradan başlayır ki, daha sonra uşağın araşdırmaya bir marağı yaransın. Ona görə bir doğrudur, mənim cavabım deyil. Şagirdlər tədqiq edilməsi nəzərə tutulan sualın cavabını təcrübə əsasında müəyyən etmək imkanı qazanırlar. Tamamilə doğrudur. Hansı ki, bayaq dediyim kimi, əvvəldə verilən sualın cavabı məhz araşdırmada ortaya çıxacaq. Mənim cavabım deyil. Keçdik 3-ə. Təlimin yekununda şagirdlər araşdırdıqları məlumatlara əsasən məhsul hazırlayıb təqdim edirlər. Qətiyyən doğru fikir deyil. Çünki məhsul hazırlamaq sorğu və araşdırma əsaslı təlim modelinin xüsusiyyəti yox, məhz layihə əsaslı öyrənmənin xüsusiyyətidir. Çünki layihə əsaslı öyrənmədə müəllim real bir problem qoyur, şagirdlər problemi araşdırıb, sonda problemi həll edə biləcək real məhsul ortaya qoymaları lazımdır. Ona görə 3 mənim cavabım olacaq, çünki yanlışdır. 4-cü fikir, şagirdlərin vaxta qənaət etməsi baxımından müəllim onlara özünün araşdırıb informasiyaları təqdim edə bilər. Özünün araşdırdığı informasiyanı təqdim edə bilər. Əlbəttə ki, bu da yanlış fikirdir. Onda sorğuya nə ehtiyac qaldı? Əgər müəllim özü araşdırıb uşaqlara araşdırmanı verəcəksə, onda bu təlim modelinin heç bir xüsusiyyəti olmadı ki. O baxımdan 4-cü fikir də yanlışdır və mənim cavabım olacaq. Əlbəttə, müəllim sorğu və araşdırma təlim modelində proses boyu şagirdlərə istiqamət verə bilər. Yeri gələndə proses bitəndən sonra müəyyən izahlar da verə bilər. Amma özü araşdırıb və araşdırmanı hazır şagirdlərə təqdim eləməsi, əlbəttə ki, bu yanlışdır. Ona görə cavabımız olacaq 3 və 4. Növbəti sualımıza keçək. Bu sual müəllimin fasilitasiya bacarığı ilə bağlı olan bölməmizdəndir və 8-ci sualdır. Müəllim dərsin məqsədinə çatmaq üçün sinifdə qrup işi təşkil edir. Şagirdlər qruplara bölünür və hər qrupa müxtəlif tapşırıqlar verilir. Qrupda bəzi şagirdlər az işləyir, bəziləri isə daha çox işləyir. Buna görə də narazılıq yaranır. Problemi aradan qaldırmaq üçün müəllimin atdığı hansı addım səmərəli olar soruşur. Cavabı keçməmişdən qabaq sualı incələyək. Deməli, müəllim qrup işi təşkil edə bilərmi? Əlbəttə ki, edə bilər. Və qruplara müxtəlif tapşırıqların verilməsi mümkündürmü? Əlbəttə mümkündür. Və qrup işində bilirsiniz ki, bir neçə problem var. Səs-küy ola bilər. Bəzi qruplar daha az, şagirdlər daha çox, bəziləri daha az işləyə bilər. Qrup işində olan problemlərdən biri liderin düzgün seçilməməsi ola bilər. Vəzifə bölgüsü düzgün aparılmaya bilər. Yəni, problem çoxdur. Məhz bu sualdakı problem şagirdlərin bəziləri az işləyir, bəziləri isə çox işləyir. Narazılıq yaranır və müəllimin atacağı doğru addımı soruşur. A variantından qeyd edir ki, müəllim bir müddət qrup işindən istifadə etmədən dərsi qura bilər. Qrup işinə ehtiyac yarandığı anda şagirdləri nəzarət etməklə problemi həll edə bilər. Qrup işində bir problem var. Bu problemi kənara qoyub bir müddət qrup işindən istifadə etmədikdə həmən problem aradan qalxacaqmı? Əlbəttə ki, yox. Ona görə A səmərəli variant deyil. Keçdik B bəndinə. Müəllim qrup işi zamanı şagirdlər arasında vəzifə bölgüsü edə və onlarla birlikdə qrup qaydaları tərtib edə bilər. Məntiqli cavab oxşur. Nəyə görə? Çünki qrup işində uşaqlara vəzifə bölgüsü eləyəndə sən bu işi görəcəksən, sən bu işi görəcəksən. Bu cür etdikdə artıq uşağın məsuliyyəti hissi yaranır və kiminsə üzərinə iş düşmür. Sualdakı problem nə idi? Biri az işləyir, biri çox. Müəllim vəzifə bölgüsü etməklə şagirdlərlə bir yerdə və plus qrup qaydaları qoymaqla problemi həll edə bilər. Doğru fikirdir və mənim cavabımdır, amma digər variantlara da baxaq. Müəllim şagirdlərin öyrənmə tərzlərini nəzərə alıb, onları qruplara bölə və hər şagirdin fərdi işləməsi üçün onlara müəyyən tapşırıq verə bilər.
Əgər qruplarda hər kəs ayrıca fərdi işləyirsə, bu artıq qrup işi olmadı. Ümumiyyətlə bu qrup işinə zidd bir məsələdir. Ona görə C variantı yanlışdır. Müəllim şagirdlərdə qrupda işləmək bacarığını formalaşdırmaq üçün onları bir müddət cütlərlə işə cəlb edə bilər. Əlbəttə biz cütlərlə işə cəlb edə bilərik şagirdi. Amma sualımızdakı problemə gəlin baxaq. Bir şagird az işləyir, digəri çox işləyir. Əgər mən həmən şagirdləri cütlərlə işə cəlb eləsəm, yenə eyni problem yaşaya bilmərikmi? Əlbəttə ki, yaşaya bilərik. Ona görə də problemin həlli yenə də D variantı deyil. Müəllim şagirdlərin potensialını nəzərə alıb, qruplara verilən tapşırıqları sadələşdirərək müvafiq problemi həll edə bilər. Sualdakı problem sualın çətinliyi deyil. Sualdakı problem şagirdlərdən birinin çox, birinin az işləməsidir. Əgər müəllim tapşırığı sadələşdirsə belə, yenə hər hansısa bir şagird çox işləyəcək, digəri az işləyəcək. Yəni D variantı və müəllim sualının arasında heç bir əlaqə yoxdur. Ona görə doğru cavab olacaq B variantı. Belə, test izahımızı bitirdik. Növbəti izahlarda görüşərik.